Devletin dilidir, milletin dilidir, halkın dilidir. Bunları ekrana çıkartmak lazımdır. Bu şortuları çıkardırsınız oraya birbirine gah vuruşurlar, savaşırlar. Biri meydan okuyurlar, villalarıyla, meydan okuyurlar maşınların bahalısıyla, meydan okuyurlar maşınların nömrəsinin bahalısıyla. Bilirik də bu şərəfsizlər görməmişlərin əlinə ki pul düşdü, büdcəni dağıttılar, milyonları var. Bu qancıqlar üçün xərcləyirlər də. Onlar üçün meydan yaradırlar. Efirlərdə reklam edirlər bunları. Bunları gərək nəzarət lazımdır. Sovetin vaxtında belə küçə adamlarını ekrana buraxarlardı. Qətiyyən mümkün deyildi. Mümkün. Senzura var idi. Baxırdı. Senzura nə idi? Ləyaqətli adamları, təmiz adamları. Yəni millətə, xalqa xeyir verən, onların problemini həll edən insanları dəvət eləyirlərdi. Bu nədir bura? Nədir bura? Zənənə hamamdır. Nədir? Bu şortu müğənnilərdir toyda. Vururlar Moskvadan, Rusiyadan, hər yerdə pul qazanırlar, gəlirlər, özlərini reklam eləyirlər. Nə tərbiyələri var, nə qanacaqları var, nə onların şərəfi var, nə ləyaqəti var. Üzr istəyirəm sizdən. Bunların ancaq nədir? Hacı axtarmaq, hacı tanımaq və bir də toylarda ortalıqda meymunluq eləyib pul qazanmaq. Bunları ekrana çıxartmaq ayıbdır axı. Ayıbdır. 1000 dəfə deyirəm ayıbdır. Ayıb olsun. Ayıb olsun o televizyon kanalında oturan o şərəfsizlərə, ağır olsun o televizyon şirkətinə nəzarət eləyənlərə. Mən bunları nə qədər deyim? Bunları deməklə qurtaran deyir. Onların bir-bir yaxasından tutub ekrandan səlvələmək lazımdır. Nə var burada? Xeyir olsun. Bunlar sənətə gələndə necə gəlirlər? Hacı xanım kimi geyinirlər, başlarını bağlayırlar, bədənin başlayırlar. İndi lüturiyan çıxırlar ekrana. Pul sizə, ayıb olsun. Onları reklam eləyənlər ayıb olsun. Onları orada çıxardan ayıb olsun. Onlara şərait yaradanlara min ayıb olsun. O pulların bu fahişələrə xərcləyən hacıların sifətinə tüpürürəm. O hacı xanım var, o da deyirlər ki, vaxtıyla quş saxlayanlara quşbaz deyirlərdi. İndi quş saxlayanlara həci deyirlər. Bu hacılara ayıb olsun. Min qat. Çünki görməmiş adamlardır. Pul bunların əlində. Ona görə bunlara da meydan lazımdır ki, xanımlar